Bax, bu səmimiyyəti onlar pozdular. Həzrət buyurdu, əgər oturursunuz bir-birinizlə, gələcəyinizə fikirləşirsiniz, talihüzə aid qərar qəbul edirsiniz, vahən litilkəl məcalis, kaş mən də o məclislərdə olaydım. Bu ağıllı sözdür ki, əgər deyələr vəhdət eləyin. Bu ağıllı sözdür əgər deyələr Şiə sünni qardaşdır. Hər kəs desə lənət oxuyun, Ayşə xanımı təhqir eləyin, xəlifələri təhqir eləyin, onlara deyələr imamları təhqir eləyin, müştəhidləri təhqir eləyin, müştəhid də bu sözü desə səhv eləyir deyir. Alim də bu sözü desə səhv eləyir deyir. Cahil də bu sözü desə səhv eləyir deyir. Çünki bu söz bugün Amerikaya xidmət eləyir. Bu söz İsrailə xidmət eləyir. Bax, bizim sözümüz budur. Biz demirik aləmi bırax bir-birinə. Biz demirik aləmdə ixtişaş yaradırıq. Biz demirik aləmdə münaqişə yaradırıq. Biz aləmin əmniyyətin, sülhün, izzətin, vəhdətin, qardaşlığın istiririk və üz tuturuq Amerikaya, xainlərə. Onları hain bilirik biz, onlardan ümidimiz yoxdur. Amma sünni qardaşlarımıza, Şiə qardaşlarımıza, Amerikanın pulu ilə sünni kanalı açanlar, Şiə kanalı açanlar, onlar bugün İsrailə xidmət eləyir. Şiəsi də İsrailə xidmət eləyir, sünnisi də İsrailə xidmət eləyir. Bəyə bu pis sözdür, Əli əleyhissalam dedi, mən vəhdətə görə getdim 25 il, dayandım, onlarla namaz qıldım, müharibələrində də balalarımı da göndərdim. Sən Əlidən qabağa düşübsən. Bəs siz